Azərbaycan anasına, hamilə qadına, bacısına, əlləri zorla silah tutun oğluna, qorxu içində, göz yaşı içində az yaşlı uşağına qalxan əlləri alnıma güllə dirəsələr də, qol qaldırıb qucaqlamaram. Nə dünən, nə bugün, nə də nəfəs aldığım həyat yolunun heç bir saniyəsində. Soyadını dəyiş, sən heç də əfəndi deyilsən. Yeni Sabah məlumat verir ki, bu sözləri aparıcı Nigar Fərhad sosial media hesabında yazıb. O, Samirə əfəndinin yarışda erməni iştirakçısını qucaqlamasını normal qarşılamayıb. İctimai qınaq nədirsə yaşamışam. Qınamasadım da, ancaq sən mənim yerimdə olsaydın, mənim kimi xaricdə yaşayan Azərbaycanlılardan olsaydın, hər gün erməni görürdük biz. Onlardan gələn yaxşılıq belə o qədər lənətlidir ki, biz onların yaxşılıqlarını belə yaxınlaşmazdıq. Ədalət dedin, hanı sənin şəhid analarına, şəhid qanına olan ədalətin, körpəyə, hamiləyə olan ədalətin? Çıxdın 2 dəfə efirə, özünü mühüm beynəlxalq sülh məramlımı zənn etdin. Sən o dərəcədə savadlı bir fiqur deyilsən. Sülhü dövlətimiz şükürlər olsun özü bərpa etdi. Səninki isə sadəcə olaraq təlxəlik idi. Əfsuslar əfəndi, qeyd edək ki, Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Silkway Star beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsif qismində müğəndi Samirə əfəndi təmsil edib. O, Ermənistandan gələn iştirakçı Saro Gevorkyana maksimal 12 bal verib. Nəticələr elan olunarkən, əfəndinin Gevorkyanı səhnədə qucaqlaması isə bir çoxlarını hiddətləndirib.